Jeffrey Epstein'in rəsmi olaraq ölümündən sonra onun qaranlıq imperiyası tamamilə yox olmadı. Əksinə, ən böyük qorxu indi başlayırdı. 10 milyonlarla sənəd və gizli video arxivləri hardadır? Bugün Epstein işinin ən təhlükəli tərəfinə sızan 2013-cü il arxivlərini və o adada çəkilən gizli kameraları açırıq. 2013-cü il bu hekayədə bir dönüş nöqtəsidir. Məhz həmin il internetin qaranlıq künclərində kiber təhlükəsizlik, gizli məhkəmə arxivləri və digər gizli şəbəkələrdə Epstein'in adasından sızdığı iddia edilən bəzi rəqəmsal fayllar gəzməyə başladı. Bu sənədlər sadəcə adlar siyahısı deyildi. Bura adaya gəlib gedən şəxsi təyyarələrin uçuş loqları və bəzi elit şəxslərin adadakı hərəkətlərini əks etdirən qısa video kəsikləri daxil idi. Sistem bu sızmaların qarşısını almaq üçün dərhal hərəkətə keçdi və internetdən hər şeyi təmizləməyə başladı. Bəs bu videolar necə çəkilmişdi? Araşdırmacı jurnalistlərin və Federal Təhqiqat Bürosunun sonradan tapdığı sənədlərə görə Epstein'in adasındakı malikanənin demək olar ki, hər otağında divar saatlarının, kitab rəflərinin və hətta güzgülərin arxasında gizli kameralar quraşdırılmışdı. Epstein bura dəvət etdiyi güclü siyasətçiləri və iş adamlarını addım-addım qeydə alırdı. Bu sadəcə bir əyləncə adası deyildi. Bura dünyanın ən böyük şantaj fabriki idi. İllərlə gizli qalan bu sənədlərin bir hissəsi məhkəmə qərarı ilə rəsmi olaraq ictimaiyyətə açıldı. Milyonlarla səhifəlik Epstein sənədlərində elə adlar çıxdı ki, dünya şoka düşdü. Amma ən qorxulusu odur ki, rəsmi arxivlərdən silinən, lakin internetin dibində hələ də qaldığı iddia edilən o gizli video lentləri bir gün tamamilə sızarsa, dünyadakı mövcud siyasi sistem çökə bilər. Epstein öldü, amma onun topladığı arxivlər hələ də kimlərinsə əlində bir silah kimi qalmaqdadır. Sizcə bu videolar nə vaxtsa tamamilə ortaya çıxacaq? Növbəti bölümdə Epsteinin həbsxanadakı müəmmalı son gecəsindən və kameraların niyə qəfildən sönməsindən danışacağıq.